nəsib oldu? Əlbəttə, çıxış verdiyiniz üçün çox təşəkkürümü bildirirəm. Bu gözəl tədbirdə olduğunuz üçün həqiqətən çox sevincliyəm. Əkbər müəllimə də minnətdarlığımı bildirirəm. Mən gənc yazar 9 kitab müəllifi Sevindik Nəsiboğlu, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüyəm. Burada tədbir iştirakçılarına salamlayıram, təşəkkürümü bildirirəm. Xoş hissi görmək. Belə sözü çox uzatmayıb, bu tədbirdə Qardaş Türkiyə Respublikasının qurulmasının 100 illiyindən sevinərək bir şeir səsləndirmək istərəm. Nə yaxşı ki varsan. Göy üzündə ay təkdir, ulduzlar min dənə. Onlardan biri mənəm, könül vermişəm sənə. Gəl sən ay ol, mən ulduz, dalğalanaq göylərdə. Bu dəyişən dünyada sən hər fəsil baharsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Uğurlu olsun sənin yepyeni 100 illiyin. Tərəqqidir amalın, yüksəlməkdir hədəfin. Heç olmayacaq səhvin, var qüsursuz liderin. Hər gecənin sonu tək, qaranlığı yararsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Zalimlar dünyasında məzlumlara hayansan. Ən sərt, ağır günlərdə yenə dimdik duransan. Sən gələcəyimizsən, qızıl alma turansan. Turanı hədəf bilib, sən hey ucalacaqsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Fatihin varisi tək şad etmisən ruhunu. 100 il əvvəl silmisən qəlbindəki qorxunu. Hələ Çin etməkdəsən, Çin olacaq bunu. Uyğur türkləri üçün sən nicat olacaqsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. 100 illərin sağalmaz yarasıdır Boraltan. O yaranı sağaltdı Əliyevlə Ərdoğan. Səsləri, sədaları gəlibdir Türkistandan. Sən onlarla türklərin birliyin quracaqsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Gözümüzü yaşardır qardaşlıq təntənəsi. Ululardan mirasdır igidlik ənənəsi. Sənin ürəyində var yatmış şirin nələsi. Vaxtında, zamanında onu oyadacaqsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Səni saxlamaq üçün qurduq sağlam sütunlar. Səni yaşatmaq üçün qurban getdi oğullar. Bir ölüb, min dirilib, yenə yaşayacaqlar. Onlarla dünyada əbədi qalacaqsan. Canım gözüm, Türkiyə, sən nə yaxşı ki varsan. Canım gözüm, Türkiyə.